Görürsən bir tacir, bir iş adamıdır. Pul qoyur, bir sərmayə yatırım eləyir. Sonda düşünür, mənim qazancım nə oldu? Bugün artıq o gündür ki, biz artıq düşünürük bugün, ilahi, nə qazandıq bu aydan? Sən bizə bu fürsəti verdin, sənə təşəkkür edirəm. Qazancım nə oldu? Özümü bir təftiş eləyəcəm da bugün inşallah. Bu gecə artıq bayram gecəsi olur. Bu gecə bir təftiş eləyək əməllərimizi. İlahi, bu bir ay Ramazan boyunca mən nə qazandım? Mənə ancaq aclıq, susuzluq, iftar, sahur qaldı. Yoxsa əməllərimdə nəyisə düzəltdim? Əziz Peyğəmbərimizin bir hədisi var. Buyurur ki, hədis-i şərifdə, deyir, çox oruç tutanlar var ki, onların qazandığı təkcə aclıqdır və susuzluqdan əziyyət çəkməkdir. Deyir, onların qazancı bircə budur. Həmçinin gecələr çox namaz qılanlar var ki, onların qazancı təkcə gecəni oyaq qalmağın zəhmətidir. Bəzi insanlar var, oruç tuturlar, onların ancaq qazanc budur ki, elə bunu qazandı ki, 3 kilo çəkimi itirdim. 5 kilo, məsələn, ağırlığımı azaltdım. Qazanc budur. Bu pərhiz növüdür. Bunu eləyə bilərsən başqa vaxtlarda da bəzi pərhizi eləyəsən, çəki. Ramazan ayı çəki itirməkdən ötəri deyil ki. Ramazan ayı təxliyədir. Ramazan ayı insanın mənəvi cəhətdən və fiziki cəhətdən insanın qarnını paşlayır, mənəvi cəhətdən insanın ruhunu paşlayır. Ay, mənim qazancım elə bu mu oldu? Mən ac qaldım, susuz qaldım. Əgər qazanc budursa, onda mən qazanmamışam. Mən həqiqi mənada sərmayəni batırmışam. Yox, qazanc bu olmamalıdır. Qazanc mənəvi olmalıdır. Bu gecə Allahdan istəyək Pərverdigar aləm bizim bu ay boyunca bütün xeyir işlərimizi, necə ki özün bu ayda aksiya elan eləmişdin, çox baha qiymətə alırdı. Necə bizimkilər də onların içərisinə qat baha qiymətə al. Bizi bu aydan əliboş yola salma.